Hazırda qanad sizə təqdim edilən hazırladığım qanaddır. Üzərində artıq 2 gün idi işləyirdim. Və bu qanadın materialı XPC-dən yox, EPC-dəndir. Çünki XPC biraz bahalıdır. Düzdür, onun üzərində işləm çox xoşuma gəldi deyə istəmədim onu bura tətbiq edəm. Onun başqa bir proyekt var. Onun üçün istifadə edəcəm bu materialı. Normalda artıq bir gün onunla məşğul oldum. Nəticədə dedim ki, yox, fikrimi dəyişdim. Clark eyni NACA protokoluna əsasən hazırlanan qanad profilidir. 2 ədəddir. 60-65 sm, ümumilikdə 120 sm nəzərdə tutulub ön tərəfdən. İdarə etmək üçün də bu göy servodan balaca 2,5 kg servolardan istifadə edəcəm. 9 qramlıq. Bunlar burada olacaq və elektronlar bura birləşəcək və bu da mərkəzdə olacaq. Bunun vasitəsilə elektronlar hərəkət edərək təyyarəni yuxarı yox, sağa sola dönməyinə kömək edəcək. Təyyarənin ümumiyyətlə qalxmasında ən mühüm rollardan biri mühərrikdən sonra ikinci onun arxa quyruğu. Ümidvaram ki, bunu bərpa edəndən sonra sizə göstərəcəm.